Salam əziz və hörmətli Azərbaycan xalqı. Şairin və ya yazıçının ictimai-siyasi mövqeyi olmalıdırmı? Bəli, olmalıdır. Kim əksini düşünür və iddia edirsə, səhvə yol verir. Ən azından ona görə ki, şair də, yazıcı da vətəndaşdır və ölkənin problemlərinin ona da dəxli var. Şair bütün bunlara gözlərini və ya qulaqlarını yumub, ancaq yarpaqların xışıltısını, göyün gürültüsünü, şimşəyin şaqqıltısını, dənizin uğultusunu dinləyə, üfüqlərə, göy qurşağına, buludlara baxa, qadınların piyalə gözlərini, qələm qaşlarını, al yanaqlarını, bal dodaqlarını təsvir və ya vəsf edə bilməz. Elə yazıçılar da məişət realizmindən, yaxud bayağı naturalizmdən çıxmağı bacarmalı, əsərlərində ən azından dolayısıyla da olsa ictimai-siyasi məsələlərə toxunmalı, insanları narahat edən və düşündürən lokal və qlobal siyasi iqtisadi kataklizmləri canlandırmalıdır. Əsl yazıcının prinsipial ictimai-siyasi mövqeyi olmalıdır. O müəyyən ideologiyanı müdafiə etməməli, hakimiyyətə, cəmiyyətə və ya dominant ideologiya qarşı öz mövqeyini qoymalı, yeri gəlsə şəxsi mənafeyini də buna qurban verməlidir. Məsələn, Nizami Gəncəvinin bütün yaradıcılığında ədalətli şah obrazı qırmızı xətlə keçir. O Sultan Səncəri, Ənüşravan şahı, Bəhram Guru, Xosrovu, İskəndəri tənqid etməklə zəmanə hökümdarlarına, atabəyləri və Şirvanşahlara ciddi mesajlar verirdi ki, ədalətsiz hökümdarın aqibəti yaxşı olmur. Dövləti yaşadan qılınc yox, ədalətdir. Məhəmməd Füzuli də şikayətnamə əsərində Osmanlı hökümdarı Sultan Süleymanın rəhbərlik etdiyi ölkənin rəsmi qurumlarında haqq ədalətdən əsər əlamət olmadığı haqda ürək ağrısı ilə yazırdı. Qocaman dahi şairin 9 axça təqaüdə görə incidildiyi və adam yerinə qoyulmadığı məmləkətdə hansı ədalət və əminamanlıqdan söhbət gedə bilər? Bilərdi. Azərbaycanda sonraki dövrdə də ictimai-siyasi məsələlərə toxunan yazıçıların sayı az olmayıb. Onların fəaliyyəti müxtəlif dövrlərdə, müxtəlif formalarda təzahür edib. Məsələn, Mirzə Fətəli Axundzadə feodalizmə, dini fanatizmə və geriliyə qarşı ardıcıl mübarizə aparırdı. Cəlil Məmmədquluzadə Molla Nəsrəddin vasitəsilə cəmiyyətin bütün problemlərini kəskin satira ilə tənqid edirdi. Mirzə Ələkbər Sabir şeirlərində, satiralarında sosial ədalətsizliyi, rüşvətxorluğu, savadsızlığı, ikiyüzlülüyü amansız şəkildə ifşa edirdi. Hüseyn Cavid, humanist və azadlıq ideyalarına görə repressiyaya məruz qaldı və sürgün olundu. Mikhail Müşfiq Stalin repressiyalarının qurbanı oldu. Bəxtiyar Vahabzadə milli kimlik və azadlıq mövzularını cəsarətlə qaldırırdı. Gürcistan poeması buna nümunədir. Xəlil Rza Ulutürk milli azadlıq hərəkatının simalarından biri idi və fəaliyyətinə görə həbs olundu. Livertova həbsxanasında yatmağa deməli məhkum olundu. Rus ədəbiyyat da mübariz şair və yazıçılarla zəngindir. Aleksandr Gertsin çarizmə qarşı mübarizənin ideoloqlarından biri idi. Lev Tolstoy dövlət zorakılığına, müharibəyə və ölüm hökmünə qarşı çıxırdı. Maksim Gorki inqilabi hərəkatın tərəfdarıdır. Lakin sonralar Bolşevik hakimiyyətini və Stalini də tənqid edirdi. Anna Axmatova Stalin repressiyalarının canlı şahidi olub və Rekviem poeması ilə bütün dövrün faciələrini əbədiləşdirib. Yosif Brodski Sovet hakimiyyəti tərəfindən sürgün edildi və sonradan Nobel mükafatı aldı. Aleksandr Soljenitsin Sovet həbs düşərgələrini bütün dünyaya tanıtdı. Qulag arxipelaqı əsəri Sovet sisteminin ifşasında çox mühüm rol oynadı. Vladimir Voynoviç Sovet sisteminin
sistemini satirik dille tənqid etdiyinə görə ölkədən qovulmuşdu. Lyudmila Ulitskaya müasir Rusiyada insan hüquqları və demokratik dəyərləri açıq müdafiə edən yazıçılardandır. Yeri gəlmişkən, onun 3 dövrdən bəhs edən Yakovun Nərdivanı adlı iri həcmli romanını dilimizə tərcümə etmişəm. Boris Akunin son illərdə Kremlin siyasətini açıq tənqid etdiyi üçün Rusiyada təqiblərlə üzləşməkdədir. Əlbəttə, ictimai-siyasi mövzularda tənqidi yazılar yazan yazıçıların əsas hissəsini Avropa və hər iki Amerikada yaşayan yazıçılar təşkil edir. George Orwell bəlkə də 20-ci əsrin ən prinsipial siyasi yazıcısıdır. O həm faşizmi, həm də stalinizmi eyni dərəcədə tənqid edirdi. İspaniyadakı vətəndaş müharibəsində şəxsən iştirak etmişdi. 1984 və Heyvan Ferması əsərlərini təkcə bədii əsər deyil, siyasi xəbərdarlıq nümunələri də hesab etmək olar. Václav Havel kommunist rejiminə qarşı mübarizə apardı və həbs olundu. Sonradan Çexoslovakiyanın, daha sonra isə Çexiyanın prezidenti oldu. Jean-Paul Sartre sol baxışları ilə tanınırdı, müstəmləkəçiliyə qarşı çıxırdı. Prinsipial baxışlarına görə Nobel mükafatından imtina etmişdi. Albert Camus totalitarizmin həm sağ, həm də sol formalarını tənqid edirdi. Əxlaqi məsuliyyəti siyasi fanatizmdən üstün tuturdu. Maria Vargas Llosa gəncliyində solçu olsa da sonradan liberal baxışlara keçdi. Bununla belə Latin Amerikasındakı avtoritar rejimləri ardıcıl tənqid edirdi. Bu mövzuda danışmağı yazıcı Seyran Səxavətin qocaman xalq şairi 95 yaşlı Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar gündəm dəyərləndirməsini oxuduqdan sonra qərarı aldım. Seyran Səxavət xalq şairinin siyasi mövqeyinin olmamasını müzakirə mövzusuna çevirənləri tənqid edərək bildirib ki, Nəriman Həsənzadə haqqında o fikri oxucu kimi deyənlər kimliyindən asılı olmayaraq son dərəcə istedadsız və duyğusuz adamlardır. Mənə elə gəldi ki, Seyran müəllim mövzunun üzərindən bilərəkdən ötəri keçib. Demək istəyib ki, Nəriman Həsənzadə daha çox duyğu, idilliyə, melanxoliya, elegiya, sevgi, məhəbbət tərənnüm edən sentimental şairdir və ondan ictimai-siyasi mövqe ummaq ədəbiyyatı, poeziyanı anlamamaqdır. Seyran Səxavət bəlkə də haqlıdır. Müxalifətçi hara, poeziya hara. Amma adam xalq şairidir axı. Yüksək dövlət mükafatları, təltifləri alıb. Belə olduğu halda xalqın şairi niyə yalnız onun romantik duyğularını, səbəbsiz kədərini tərənnüm etməklə, fatal bədbəxtliyinin estetik təsvirini verməklə kifayətlənməlidir? Niyə problemlərdən, sosial-iqtisadi çətinliklərdən, haqsızlıqlardan, ədalətsizlikdən yazmır və danışmır? Bundan ötürü məncə əvvəlcə xalq şairi anlayışının özünü izah etməyə ehtiyac var. Xalq şairi xalqın sevdiyi, azarkeşlik, fanatlıq etdiyi, şeirlərinə bayıldığı yaxud onlardan feyziyab olduğu şəxsdir, yoxsa xalqın dərdindən, sərindən danışan, yazan, yeri gələndə problemlərini səsləndirən, ağır günlərdə qabağına düşən, xalqa həyan olan, onun sözünü deyən kəsdir. Məncə hər ikisi ola bilər və bu xalqın seçiminə bağlıdır. Müşahidələrə, Nəriman Həsənzadənin ölümünə sosial şəbəkələrdə göstərilən münasibətə əsasən deyə bilərəm ki, xalqımıza elə birinci Nəriman Həsənzadə lazım imiş və dövlətimiz də məhz xalqın rəyini nəzərə alaraq onu böyük hörmət, izzətlə birinci xiyabanda dəfn etdi. İctimai rəyə təsir imkanları çox zəif olan bir ovuc müxalifətin dediyi isə hələ ki empirik deyil. Yəni Azərbaycan reallığından uzaqdır. Bizdə xalqın sözünü deyənləri elə həmin xalqın özü nəinki 95 yaşında fəxri xiyabana daşımaq, heç ortabab dolanışığını təmin etmək gücündə deyil. Çünki biz xalq üçün ağlayanların kör olduğu bir mühitin övladlarıyıq. Bizim Füzulimiz təqaüdsüz qalıb, Seyid Əzimimiz məscidin qabağında döyülərək öldürülüb. Axundovumuzun meyidi ortalıqda qalıb. Sabirimizin ürəyi şişib, sabun pişirməkdən ciyəri çürüyüb. Mirzə Cəlilimiz soyuqdan donmamaq üçün əlyazmalarını yandırıb. İndə küçədə ölənlərimiz ehtiyacdan, işsizlikdən, içinə çəkilənlərimiz, abrına qısılanlarımız az deyil. Bəli, bir şairdən, yazıcıdan mübarizlik, döyüşkənlik ummaq üçün
Gərək onu yetişdirə, arxasında durasan. Şairin də, yazıçının da, alimin də buna ehtiyacı var. O ayağının altının möhkəm olduğunu hiss etməli, çevrilib baxanda arxasında kiminsə, arxasında heç olmasa oxucu görməlidir. Diqqətinizə görə təşəkkür edirəm.